19 yaşlı gənc qulağında infeksiya olduğunu zənn edərək həkimə gəldi, amma bir neçə ay sonra dünyasını dəyişdi. Söhbət 19 yaşlı Jack Sectondan gedir. Həkimlər də qulaq infeksiyasından şübhələnirdi. Amma sonrakı testlər onun beynində şiş olduğunu aşkarladı. Bu, glioblastoma adlanan bədxəstəli beyin şişidir. Aqressiv şiş sayılır və sürətlə yayılır. Ötən ilin oktyabrında özündə baş gicəllənməsi, ikili görmə, danışmaqda çətinlik hiss edib. Həkimlər qulağında infeksiyanın olduğunu zənn edərək müalicəni də bu istiqamətdə aparıblar. Sən demə səbəb başqa, müalicə isə səhv imiş. Əməliyyat və radiasiya terapiyası xəstəni xilas edə bilməyib. Təəssüf ki, tibb bu şişin qarşısında çox vaxt aciz qalmaqdadır. Bu şiş cərrahi yolla mümkün qədər tez çıxarılmalıdır. Sonra xəstəyə radiasiya terapiyası tətbiq olunur. Amma müşahidələr göstərir ki, glioblastoma xəstələrinin əksəriyyəti 12-18 ay yaşayırlar. 5 il yaşaya bilən xəstələrin sayı faiz etibarilə 5-ə bərabərdir. Hər il Amerika Birləşmiş Ştatlarında 12, İngiltərədə isə 3000 adamda bu şiş aşkarlanır. Əsas əlamətlər isə ürək bulanma, baş ağrısı, qusma, yaddaş itkisi və görmə məhdudiyyətidir.